Gedib Kitay maşını alır, sürücü oturacağını boş buraxır və qoyub avtonom sürüşə və arada bir əlin belə şeyə vurur, deyir ki, sakitləş, narahat olma, buradayam. Yəni belə məzəli videolar çəkirlər və bunu trendə çevirməyə çalışırlar ki, qaqa mən sürmürəm ki, bu ölkədə zolaq tanıma və avtonom sürüş bir çox maşınlarda var idi. Nə vaxt ki bu Kitay maşınları ucuzlaşdı, hamı getdi aldı və ortalığa görməmişlik faktoru gəldi. Amma görməmişlik bərabərində ciddi təhlükə faktoru gətirir. O avtomobil Azərbaycanda açıla bilməz avtonomluğa, nə bizim ölkəmizin yolları, nə bizim ölkəmizin standartı, nə bizim ölkəmizin nişanları, nə qanunla buna icazə vermir, nə normativlə buna icazə vermir. Bu çox ağır təhlükədir. Yəni siz bunu başa düşmürsünüz. Siz indi görməmiş kimi onu bugün görmüsünüz də. O çoxdan var idi xaricdə. Nə var idi? Uzun müddət rol çox tərpənməyəndə roldan belə əlimi tutmuşam. O oxuyurdu, sürəti görürdü, zolağı görürdü. Mən də indi biraz belə yatan fason olmuşam da. Görür ki, rol əlimdən çıxır və cızıqdan çıxıram. 1, 2 yazırdı, rolu əstirirdi, yazırdı, tut, roldan tut, mesajlar göndərirdi ki, roldan tut. Volkswagen bunu reklam edirdi. Deməli, tutur belə rolu gedir, maşın getdiyi yerdə sonra belə əlin roldan çəkir. Amma oturub oturacaqda, qaçmır, roldan çəkir. Rol belə-belə sirkələnir. Bunu təzədən liniyaya gətirir. Rol təzədən sirkələnir, deyir, rolu tut, rolu tut, rol tut. 3-4 dəfə deyəndən sonra risk remeni sıxır ki, məni ayıltsın. Yatmışamsa o remen çox şiddətli sıxır, məni incidir. Mən yenə də ayılmıram. Bu bir dəfə də sıxır. Mən yenə də ayılmıram. Ondan sonra şeyləri yandırır, avarinləri və özü mümkün qədər maşını yolun sağına çəkir və hətta öz ölkəsində sos siqnalı göndərir ki, məni sürən adamın vəziyyəti xarabdır, durun gəlin. Bax, budur bax avtonomluq, budur bax zolaq tanımaq. Elə görməmiş kimi, dayı ehtiyac yoxdur, bu özü gedir dayı rayona. Ay, görməmişlər. Yolda gedən Əzraillər. Ay, nə bilim, Əzrail gül kimi mələk deyə, üzr istəyirəm Əzraildən də bunu. Mən götürdüm gül kimi mələk, sizin kimi adamla bir tutdum. Çox diqqətli olun. Bu iqruşka deyil. Bunu dərk eləmək lazımdır. Sonra sürmək lazımdır.